Salam əziz beşincilər və videoları övladları ilə birlikdə izləyən valideynlər. Biz artıq 13-cü mövzudayıq. Bugün biz şeyx necə şah oldu mövzusundan danışacağıq. Ümid edirəm ki, videoların sizə köməyi olur. Əgər əvvəlki dərslərə baxmamısınızsa, mütləq onlara da baxın. Mövzunu sona qədər izləyin ki, mövzuda həm bu dərsdə olan, həm bu dərsdə olmayan maraqlı məqamlardan danışacağam. Çalışacağım ki, dünya görüşünüzü inkişaf etdirim. Eyni zamanda çox maraqlı dərsdir. Əslində dərsin adı bizim üçün bir mayaqdır. Bir yol göstəricisidir. Şeyx necə şah oldu? Keçək mövzunun izahına. Bugün biz elə adımla danışacağıq ki, o qılıncı ilə döyüşüb, qələmi ilə isə yazıb. Yəni biz həm yeni dövlət quran bir sərkərdədən, həm də incə ruhlu bir şairdən danışacağıq. Şah İsmayıldan. Hansı ki o 14 yaşında hakimiyyətə gəlib, 14 yaşında dövlət qurub. O yaratdığı dövləti sonradan imperiyaya çevirib. Uzun Həsənin nəvəsidir eyni zamanda. Həm də o dövlət yaratmamışdan qabaq, şah olmamışdan qabaq şeyx idi. Görək şeyx vəzifəsi kimlərə verilirdi? Şeyx kimlərə deyilirdi? Bu mövzuda biz Şah İsmayıl necə şah oldu və Azərbaycan tarixində necə rol oynadı sualına cavab axtaracağıq. Keçək mövzunun izahına. Cənubi Azərbaycanın Ərdəbil şəhərində hələ 13-cü əsrdə dini təşkilat yaranmışdı. Uşaqlar, baxın bunu biz niyə söz olaraq əzbərləyək? Axı biz birinci bunu dərk eləməliyik. Söhbət Cənubi Azərbaycandan gedir. Yəni Araz çayından cənubdakı torpaqlardan. Söhbət Ərdəbil şəhərindən gedir. Və neçənci əsrdə burada yaranan təşkilatdan? 13-cü əsrdə. Bu dini təşkilatın banisi, yəni əsasını qoyan Şeyx Səfiyyəddin idi. Sonralar dövlət qurularkən sülalə üzvləri də onun adı ilə Səfəvilər adlandırılacaqdı. Bu dini təşkilatın başçıları şeyx adlanırdı. Demək, biz artıq bilirik şeyx kimlərə deyilirdi. Şeyx dini bir cəmiyyətin başında olan və çox hörmət edilən nüfuzlu bir şəxs idi. Bu vəzifə də irsən ötürülürdü. Yəni Şeyx Heydərdən sonra hakimiyyətə onun oğlu gəlirdi. Bu irsən deməkdir. Şeyxlər öz tərəfdarları və ölkə əhalisi arasında böyük nüfuza sahib idilər. Bir zamanlar yalnız dini təbliğatla məşğul olan Ərdəbil hakimləri tədricən, yəni yavaş-yavaş hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular. Yaxşı, bunları bir hissədə düşünək, Ərdəbil hakimləri. Bəs o dövrdə 15-ci əsrdə Azərbaycanda hansı dövlətlər var idi? Qaraqoyunlu, Ağqoyunlu, eyni zamanda ən uzun ömürlü feodal dövlət olan 7 əsr mövcud olan Şirvanşahlar. Əsas da onların mübarizəsi Bayandurlularla, yəni Ağqoyunlular dövləti ilə olub. Onda Ərdəbil şeyxinin güclənməsindən ən çox hansı dövlət narahat olub? Bayandurlu dövləti. O dövlətlər Ərdəbil hakimlərini özləri üçün təhlükə hesab edirdilər. Ayrı-ayrı vaxtlarda hakimiyyətə can atan bu Səfəvi şeyxlərini əlbir olub aradan götürmüşdülər, yəni öldürmüşdülər. Azərbaycan Səfəvi dövlətinin banisi Şah 1-ci İsmayıl isə bu dini təşkilatın ən parlaq simalarından biri olmuşdu. Danışaq onun hələ şeyxliyindən. İsmayılın atası Ərdəbil hakimi Şeyx Heydər, anası isə Həsən padşahın qızı Alemşah bəyim idi. Şeyx Heydərin vaxtında onun ardıcılları 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Və elə Şeyx Heydərin dövründə qızılbaşlar adlanırdılar. Baxın uşaqlar, bu KSG-nin bir sualıdır. Yəni kimin dövründə
başlarına qırmızı çalmanı bağlayırdılar. Kimin dövründə qızılbaş adlanmağa başlamışdılar? Məhz Şeyx Heydərin dövründə. Şeyx Heydər kim idi? Həmən dini təşkilatın bir başçısı. Və eyni zamanda o kimin atası idi? İsmayılın. Şeyx Heydərin güclənməsi və şöhrətinin artması düşmənlərini qorxuya salmışdı. Şirvanşah və Ağqoyunlular birləşib onu döyüşdə öldürmüşdülər. İndi o öldüsə hakimiyyət kimə keçəcəkdi? Şeyx Heydərin oğluna. Şeyx Heydərin oğlu da öldürüləndən sonra atası kimi o artıq vəzifəni öz qardaşı İsmayıla ötürmüşdü. İsmayılın isə bu vaxt cəmi 6 yaşı var idi. İndi hansı ölkələr müttəfiq olub Səfəvi şeyxini öldürmüşdülər? Şirvanşah və Ağqoyunlular. Keçək növbəti səhifənin izahına. Ağqoyunlu hökmdarlarından biri olan Rüstəm İsmayılı özünə təhlükə hesab edirdi. 6 yaşlı İsmayıl. Onu hər yerdə axtarırdılar ki, Səfəvi nəslinin heç bir nümayəndəsi qalmasın. İsmayılın tərəfdarları isə öz şeyxlərini qorumaq üçün əllərindən gələni edirdilər. Hətta onun qorunması üçün ölümə getməyə də hazır idilər. Bir müddət əvvəl Ərdəbildə gizlənsə də, artıq burada qalmaq onun üçün təhlükəli idi. Qərarı alırlar ki, İsmayılı gizlicə Lahicana aparsınlar. İsmayıl Lahicanda olarkən xüsusi qayğı ilə əhatə olunur, burada yaxşı təhsil alır, ərəb-fars dillərini öyrənir, mahir döyüşçü kimi yetişir. Qısa bir zamanda öz bacarığı, qabiliyyəti ilə fərqlənir. Çox vaxt İsmayıl öz sözlərini çatdırmaq üçün şeirdən istifadə edirdi və İsmayıl özünə Xətai təxəllüsünü götürmüşdü. Tez düşünək, biz burada nə öyrəndik bu səhifədən? Kim idi Rüstəm? Ağqoyunlu hökmdarı. Kimi təhlükə hesab edirdi? İsmayılı. İsmayılı hara apardılar? Lahicana. İsmayıl hansı təxəllüslə şeirlər yazırdı? Xətai. Gəlin xəritədə Lahicanın ərazisini müəyyənləşdirək. Baxın uşaqlar, Lahican da burada yerləşir. Demək o buradan Lahicana aparılmışdı. Həmin Ağqoyunlu hökmdarı sonradan casusları vasitəsilə İsmayılın Lahicanda olduğunu öyrənir. Dərhal oraya qoşun göndərir. Adamlarını göndərir. Həmin vaxtda Lahicanı Mirzə Əli adlı bir şəxs idarə edirdi. O Ərdəbil şeyxlərinə xüsusi hörmət göstərirdi. Mirzə Əli bir neçə dəfə Ağqoyunlu hökmdarına İsmayılın burada olmadığını desə də, padşah ona inanmamışdı. Məsələni belə görən Lahican hakimi İsmayılı bir səbətə qoyur. Bu səbəti də tavandan asır və and içir ki, İsmayılın ayaqları mənim torpağımda yerə dəymir. Yəqin ki, bu hissəni başa düşdünüz. Yəni, axı o zəmbildə asılı idi tavanda. And içəndə isə deyir ki, İsmayılın ayaqları mənim torpağımda yerə dəymir. Təbii ki, o bunu İsmayılı qorumaq üçün etmişdi və elçiləri inandırmağı bacarmışdı. Uğurları Ağqoyunları təşvişə salmışdı. Tezliklə İsmayılın üzərinə böyük qoşun göndərirdi. Demək, İsmayıl hal-hazırda kimlərlə toqquşmalı idi dövlət yaratmaq üçün? Ağqoyunlularla. Ağqoyunların paytaxtı hansı şəhər idi? Təbriz. Bu xəbəri eşidən İsmayıl tərəfdarlarına müraciət edərək sual verir. Sualın özündə də böyük bir məna var. Siz Gülüstanı istəyirsiniz, yoxsa Azərbaycan taxtını? Əskərlərin cavabı belə olur. Azərbaycan taxtı. Böyük ruh yüksəkliyi ilə Ağqoyunlular üzərinə atılan qızılbaşlar parlaq qələbə qazanırlar. İsmayıl bu qələbədən sonra Təbrizə daxil olur və özünü şah elan eləyir. Beləliklə, paytaxtı Təbriz olan Səfəvi dövləti yaranır və bu dövləti yaradan şəxs 14 yaşlı şeyx idi. Gəlin bu suala bir dəfə də fikir verək. Əskərlərindən soruşur, sizə Gülüstan lazımdır? O Gülüstan deyəndə Şamaxını nəzərdə tuturdu, çünki Gülüstan qalası Şamaxıda yerləşirdi. Azərbaycan taxtı deyəndə isə Təbrizi nəzərdə tuturdu, çünki Azərbaycana sahib olan mütləq Təbrizi ələ keçirtməli idi.
Gəlin xəritədə qaydaq, Təbrizin yerinə bir daha baxaq. Sonradan paytaxtlar yeni dəyişib, amma ilk dəfə Təbriz olub. Aha, bunu bildik. O demək, dövlət yaratmaqla kifayətlənmir, qısa vaxt ərzində şərq ölkələrini də fəth eləyir, hətta Səfəvi dövlətinin tərkibində müxtəlif xalqların yaşadığı böyük bir imperiyaya çevrilir. Güclü dövlət sabitlik və inkişaf deməkdir. Şah İsmailin vaxtında daxili çəkişmələrə son qoyulur, kənd təsərrüfatı, sənətkarlıq inkişaf eləyir, əhalinin güzəranı yaxşılaşır. Rəvayətə görə gənc şah arada dərviş paltarı geyinib xalqın arasına qarışar, onların dərsləri ilə maraqlanardı. İsmail həmişə babası Həsən Padşahla fəxr edər və ona bənzəyərək sadə xalqın vəziyyəti ilə maraqlanardı. Onlar üçün yaxşı qərarlar verərdi. O babası kimi Avropa dövlətləri ilə də iqtisadi siyasi əlaqələr qururdu. Xətai ləqəbi ilə şeirlər yazan Səfəvi şahı fərmanlarını da türk dilində verirdi. Onun zamanında Azərbaycan dili dövlət səviyyəsinə qalxmışdı. Xarici dövlətlərlə yazışmalarda, sarayda, orduda hakim dil Azərbaycan dili idi. Şah İsmail elmə, mədəniyyətə xüsusi qayğı göstərmişdi. Onun zamanında Təbriz kitabxanası yeni kitablarla daha da zənginləşdirilmişdi. Hətta Osmanlılarla müharibə ərəfəsində Şah İsmailə sual verirlər. Əgər Osmanlı qoşunları Təbrizi tutarsa, ilk növbədə nəyi qoruyaq? Şah İsmailin cavabı belə olmuşdu. Elm və mədəniyyət xadimlərini, şairləri, alimləri. Bu cümlədən onun elmə, mədəniyyətə nə qədər önəm verdiyini görə bilirik. Mənbələrin məlumatına görə Qızılbaş ordusu döyüşə gedərkən musiqi sədaları altında gedərmiş. Ön cərgədə aşıqlar, sazda döyüş havaları ilə əskərləri ruhlandırarmış. Baxın uşaqlar, döyüş və musiqi. Müxtəlif dövrlərdə müharibələr zamanı yaradılan mahnılar, şeirlər sonradan şah əsərlərinə çevrilirdi. Yəni heç unutmuram, 2-ci Qarabağ müharibəsində xalqın dilində əzbər olan Yaşa Azərbaycan mahnısı, yəqin ki, siz də qulaq asmısınız. Görürsüz, dövr dəyişir, amma yenə də musiqi, mədəniyyət hər bir yerdə özünü göstərir. Eləcə də burada. Gəlin qardaş savaşından danışaq. Səfəvi dövlətinin güclənməsi o dövrün digər güclü türk dövləti olan Osmanlını narahat edirdi. Bu iki dövlətin qarşıdurmasında Avropa dövlətləri maraqlı idi. Niyə? Avropa dövlətləri iki türk hökmdarını bir-birinə qırdırıb, özləri isə rahat nəfəs almaq istəyirdi. Bu dövlətləri Osmanlının Avropadakı fəthləri çox qorxudurdu. İstəyirdilər ki, Osmanlıları bir zəiflədən qüvvə olsun. Təəssüf ki, bu iki qüdrətli türk-müsəlman dövləti öz aralarındakı məsələləri dinc yolla həll edə bilmədi və müharibə başladı. O dövrki dünyanın iki ən qüdrətli ordusu 1514-cü ildə Çaldıran düzündə qarşı-qarşıya gəldilər. Qanlı savaş sadəcə üstün olan, odlu silaha malik olan Osmanlıların qələbəsi ilə nəticələndi. Baxın, bu da summativdə var. Qələbəyə baxmayaraq, Osmanlı qoşunları Azərbaycanda möhkəmlənə bilməyib geri çəkildilər. Bu döyüş 13 yaşından döyüşlərdə birbaşa iştirak edən İsmailin ilk və son məğlubiyyəti oldu. Çaldıran savaşından sonra o bir daha döyüşlərə qatılmadı. Və bu savaşdan sonra çox təəssüf ki, uzun müddət davam edən Səfəvi-Osmanlı müharibələrinin əsası qoyuldu. Hələ 100 illər boyunca qardaş qanı axıdılacaqdı. Aramsız müharibələr hər iki dövləti zəiflətdi. Qazanan isə bu dövlətlərin zəifləməsində maraqlı olan dövlətlər oldu. Belə deyək də uşaqlar, hətta Roma papası İsmail haqqında eşidəndən sonra demişdi ki, İsmail Allahın xristian dünyasına göndərdiyi bir bəxşişdir. O Osmanlı ilə müharibə aparacaq və bizi Osmanlıdan qurtaracaqdı. Şərqin ən qüdrətli dövlətlərindən olan Səfəvilər dövləti öz yerini Nadir Şahın qurduğu
digər qızılbaş dövləti olan Əfşarlara verəcəkdi. Demək, 1501-ci ildən yaranan dövlət 1736-cı ildə süqut edəcək. Hansı ki, yerində Nadir Şah Əfşarın dövləti yaranacaq. Şah İsmayıl həmişə məsləhətləri diqqətlə dinləyir, sonda isə qərarı özü verirdi. Şah Çaldıran döyüşü ərəfəsində də toplantı çağırmışdı. Toplantıda qoşun başçılarından biri İsmayıla Osmanlı qoşunu üzərinə gecə xəlvətcə hücum etməyi məsləhət görmüşdü. Osmanlı döyüş üsullarına bələd olan bəzi sərkərdələr də bu təklifi bəyənirdi. Lakin Şah İsmayıl qəflədən hücum etməyi özünə sığışdırmır və deyirdi: "Mən yol kəsən haramı deyiləm. Allah nə məsləhət bilirsə, o da olacaq." Yəni deyir ki, mən karvan basan quldur deyiləm. Mən niyə gecə vaxtı hücum eləyim ki? Bu onu öz şəxsiyyətinə sığışdırmırdı. Çünki illər sonra tarixdə belə anılmaq istəmirdi. Uşaqlar, gəlin biraz bu dövlətin mədəni baxımından da araşdıraq. Şeyx Səfiyyəddin özünüz bildiniz, 13-cü əsrdə həmən o dini təşkilatı yaradandır. Bu isə məşhur Şeyx Səfi məqbərəsidir. Hansı ki, Ərdəbildə yerləşir və hal-hazırda biz bu məqbərəni görmək üçün İrana getməliyik. Sizə bunu araşdırmağı tapşırıram. Həqiqətən də çox gözəl bir kompleksdir Şeyx Səfi məqbərəsi. Hətta bir şəkil burada seçmişəm ki, siz baxasınız. Onun günbəz hissəsindəki bu möhtəşəm incəliklərə, möhtəşəm sənətkar işinə. Baxın, araşdırın. Gəlin bir nəticə çıxardaq. Eldəniz, Qara Yusif, Həsən Padşah. Bunların hər biri bir dövlət yaradıb. Amma bunların bu hökmdarlardan hansı məhz Təbrizdə dövlət yaradıb? Qaraqoyunlu, Səfəvilər, eyni zamanda Ağqoyunlular. Yəni 3 mühüm dövlətin əsası Təbrizdə qoyulub. Onda biz hansı şəhərə Azərbaycan taxtı deyə bilərik? Təbriz şəhərinə. Amma bu üç şəxsiyyətin oxşar cəhəti nə oldu? Hər üçü dövlət yaradıb. Lakin Eldənizin dövlətinin paytaxtı isə Naxçıvan şəhəri idi. Uşaqlar, yəqin ki, müəllimləriniz ola bilər ki, bu mövzu ilə bağlı sizə qruplarla iş versin. Çünki bu mövzu əslində 2 hissədən ibarətdir. Ərdəbil hakimliyinə dair təqdimat verə bilər. İsmayıl necə dövlət qurdu? Ya da ki, təqdimat yox, sizə hekayə qurmağı tapşıra bilər. Gəlin bir ümumiləşdirmə çıxardaq. Sizcə nə üçün o dövrün hökmdarları Ərdəbil şeyxlərini özləri üçün təhlükə hesab edirdi? Yəqin ki, artıq sizdə müəyyən cavablar canlanır. İsmayılın gələcək uğurlarında hansı amillər rol oynamışdı? İsmayılın hakimiyyətə gəlməsinə hansı amillər kömək etmişdi? Səfəvi Osmanlı müharibələrindən hansı nəticəyə gəlmək olar? Əgər bu suallar sizdə konkret cavablar doğurmursa, onda videonu gərək bir dəfə də izləyəsiniz. Eyni zamanda siz Səfəvi Osmanlı münasibətləri ilə bugünkü Azərbaycan-Türkiyə münasibətlərində müqayisə edə bilərsiniz. Bu isə daha çox müəllimlərə aid olan hissədir, qiymətləndirmə. Demək uşaqlar, mövzumuz bu qədər. Mövzumuz biraz uzun oldu. Səbəbi də odur ki, əslində bu mövzu 2 hissədən ibarətdir. Mən çalışdım ki, sizə bunu bir videoda izah edeyim. Gələn dərslərdə görüşərik.